Tech Pro kanalından salam dostlar hamınıza. Bu videoda Redmi 17C adlı telefonu incələyirik və başlayaq. Dostlar, xoşuma gəlir bu növ telefonları incələmək. Ona görə də bugün bu videonu çəkməyə qərara gəldim. Dostlar, arxa tərəfdən görmüş olduğunuz kimi belə dəri kimi belə struktura qoyublar telefonun arxa hissəsinə. Bu da sadəcə belə ortadakı rəngə keçərlidir. Qıraqdakılar hamar olasıdır. Telefonun ucuz qiyməti olasıdır dostlar. Yəni 250-300 manat civarında olması gözlənilir. Hələ ki Azərbaycana gəlməyib, amma qısa müddət içində bu telefon Azərbaycana gələsidir. Plastik çərçivəni görürük və ortadakı mənim xoşuma gəldi. Çünki qıraqları qızılı kimi görünüşünə sahibdir. Qızılı, yəni belə hissiyat verir. Baxmayaraq ki ucuz telefon olasıdır, çox yaxşı bir ön tərəfi görmək mümkündür burada. Yəni burada hansısa bir AMOLED ekrandan söhbət getmir. Sadəcə IPS ekrandır. 4G-ni dəstəkləyən telefon dostlar 206 qramdır. Bu da o deməkdir ki, yəni telefonun çəkisi 206 qram olması da bu telefonun bataryasının böyük olmasına gətirib çıxarasıdır. Dostlar, yəni mövcuddur bu telefon hal-hazırda. Sadəcə Azərbaycanda satışda deyil. Başqa məsələn şəxsi mağazinlərdə satıla bilər. Dostlar, telefonun ekranı IPS ekranıdır. 120 Hz-lik 450 nit parlaqlığa çıxa bilən, maksimum 600 nit parlaqlığa çıxır. Və HD Plus bir ekranda 260 ppi-lıq ekran piksel sıxlığı mövcuddur və bu telefonun ekranı çox da parlaq olmasa da yaxşı yeniləmə sürəti var. Bu da günlük işlərdə çox da məsələn çölə çıxmayan bir insansınızsa, hansı ki bu da yaşlı təbəqəyə aiddir. Gün altında yəni görünən bir ekran deyil bu. Android anasından gələn telefon Mediatek'in G81 ilə işləyir. Helio G81 Ultra'dır bu. 12 nanometrik prosesordur və bu prosesor A75 nüvələrindən işləyir və A55 nüvələrindən də dəstək alır. Mali G52 MC2 yəni 2 nüvəli ekran kartı mövcuddur burada. Burada da elə də yüksək olmayan performans gözlənilir. Hardasa 300 min civarı, 350 min civarı Antutu benchmark xalı var. Bu da bu telefonun çox da oyuncu telefon olmadığını, daha çox günlük işlərə hədəf aldığı bir telefon olasıdır. İsinə bilən bir telefon, yəni çox isinəsidir, yəni çox da buna güc vermək olmaz. Dostlar, telefonun 64 GB daxili yaddaşlı və 4 GB RAM-lı versiyası və 128 GB yaddaşlı 4 GB RAM-lı versiyası var. Yaddaş kartı dəstəkləyir təbii ki də bu telefon. Əsas kameramız məsələn 13 megapiksel f2.2-dir. Bu da gecə vaxtı çəkməyə yaxşı və geniş bucaqlı bir kameradır. Bir dənə LED flaşımız və 30 FPS 1080p video çəkə bilirik. Ön kameramızın f1 diafraqma dəyəri yazılı yoxdur. Sadəcə gündüz vaxtı 5 megapiksellik kamera ilə 1080p 30 FPS video və şəkil çəkə bilirsiniz. Qulaqçı girişi mövcuddur. Dostlar, bu telefonun tək bir dənə qulaqçı girişi təbii ki var. Ancaq burada bir dənə dinamik mövcuddur. Bu da telefonun büdcəli sinif olduğundan irəli gəlir. NFC-miz yoxdur təbii ki də. Ancaq bu USB Type-C ilə gəlir bu telefon. Yaxşıdır bu yönü. Və radiosu mövcuddur. Bu da bu ekstra özəlliklərdir. Xüsusiyyətlərimiz isə barmaq izi yan tərəfdə yerləşdirilir və bir ədəd yaxınlıq sensorumuz mövcuddur heç olmasa və bu telefonun ən məqamı yaxşı tərəfi odur ki, yəni yaxşı məqamlarından biri odur ki, 5160 mAh-lıq bateriyadır. Baxmayaraq ki 5160 mAh-lıq bateriyada prosesorumuz heç yaxşı deyil. Ekranımız IPS LCD ekrandır. Qara rənglərdə piksellər sönməyəsidir belə gedəndə. Yəni belə olduğu təqdirdə telefon daha çox enerjidən istifadə edib, daha çox isinməyə səbəb olasıdır. Bu telefonun yəni əsas zəif tərəfləri budur. Ancaq yəni dizayn cəhətdə heç bir problem yox. Dostlar, telefon videosundan bu qədər. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Bu videoya like ataraq kanala abunə olmağı unutmayın. Sağ olun, var olun.